Mərhəmətli və rəhimli Allahın adı ilə çıxış edəcəyim bu videodakı mövzu din ilə bağlı olduğu üçün inanıram ki, qəlbi Allaha tərəf açıq olan kəs bunu səbr edərək sona qədər dinləyəcəkdir. Ey insan, ilk öncə başını qaldırıb kainata bax. Günəş, ay, yer və digər planetlər hər biri mükəmməl bir nizam içində və mükəmməl bir qanunla hərəkət edirlər. Lakin düşünəndə ki, axı bu cisimlərin özləri həm cansız, həm də ağılsızdırlar, bu zaman isə aydın olur ki, bir saat sisteminin qurucusu ağıl sahibi bir insan olduğu kimi, kainatdakı bu qüsursuz sistem də böyük bir ağılın nişanəsidir. İndi isə özünüzü ətrafa çevirib baxın. Hər bir heyvanın qabiliyyəti məhz həmən heyvanın mühit və şikarına görədir. Hətta dənizin 11 kilometr dərinliyində, günəş işığı çatmayan bir məkanda öz yolunu aydınlatan fənərli balıqlar yaşamaqdadırlar. Məgər bütün bunlar təsadüfdürmü? Əlbəttə ki, xeyr. Əksinə onların hər biri özünün biri tərəfindən həm də düşünülərək yaradıldığını göstərməkdədir. O Allah kitabında ilk insanı torpaqdan yaratdığını bildirir. Həqiqətən də torpağın və insanın tərkibində olan xlor, yod, silikon, kalsiyum və s. bu kimi bütün elementlər bərabər və eynidir. Sonra isə ona ruh verdiyini bildirir. Ruh isə insanın gözünə, ağzına, əlinə ehtiyac hiss etmədən onun qavramasıdır, şuurudur. Məsələn, insan yuxuda ikən ağzı olmadan yediyinin turş veya şirin olmasının tamını dadır veya əli olmadan toxunduğunun bərk, yumuşaq veya isti yaxud soyuq olduğunu hiss edir, duyur. Daha sonra isə Allah Zümer suresinin 42. ayəsində bildirir ki, Allah insanın ruhunu öldüyü zaman öz dərgahına bir dəfəlik alar. Ölməyənin ruhunu isə yuxuda ikən alar və qaytarar. İndi isə fikir verin. Həd suresinin 47. ayəsində isə bildirir ki, onun dərgahındakı bir gün sizin saydığınız 1000 ilə bərabərdir. İndi isə baxın, insan yatdığı zaman yuxuda uzun bir senaridə böyük bir əsər yuxu görür. Məsələn, toy, müharibə və ya bir məhəbbət hekayəsi və s. Lakin bu qədər yuxu isə o yatdığı zaman cəmi 3-7 saniyə ərzində ruhun bədəndən ayrılıb qayıtdığı bir an içində baş verir. Ruhun insan öldükdə çıxmasına gəlincə isə bunun günümüzdəki nümunəsi kliniki ölümdür. Bu zaman insanın ürəyi tamamən dayanır və beyninə qan işləmir. Lakin qəribəsi isə budur ki, həmən insan ayıldıqda o yerdəki bütün baş verənləri və bütün danışıqları dəqiqliklə bildirir. Hətta Peyğəmbərimiz buna bir nümunə olaraq bir hədisdə buyurur ki, insanın ruhu öz cənazəsini müşayiət edər. Hətta oradan ayrılan sonuncu insanın ayaq səslərini belə eşidər. Sonra isə Allah qiyamət qopacağını və bütün ruhların öz bədənlərinə qovuşaraq insanların yenidən qəbirlərindən çıxacaqlarını bildirir. Qiyamət gününün dəlilləri isə Peyğəmbərimizin bildirilmiş olduğu o haqda olan bəzi hədislərdir. Məsələn, Peyğəmbərimiz buyurmuşdur, Ərəb torpaqları da yaşıllıqlara çevrilmədən qiyamət qopmaz. Budur, iqlim dəyişikliyi ilə əlaqədar Ərəbistana yağan qar və leysan yağışları səbəbilə artıq 2023-cü ildən etibarən o yerlərdə yaşıllıqlara çevrildi. İnsanların qəbirlərindən dirilib çıxmalarına gəlincə isə, baxın, insanın 100 trilyon hüceyrəsinin hər birində onun gözünün rəngi, dərisinin rəngi, saçının rəngi və s. bu kimi 1000 kitabı dolduracaq tutumda haqqında DNT məlumatı şifrələnmişdir. Əgər bir insan bugün öz cinsiyyətini dəyişmiş olsa belə, o qiyamət günü məhz həmən özünə məxsus olan məlumatlarla yenidən yaranacaqdır. Peyğəmbərimiz isə buna işarə olaraq bir hədisdə belə bildirmişdir. O gün insan ilk dəfə dünyaya gəldiyi kimi, hətta kişi sünnətsiz halda diriləcəkdir. Əziz dinləyici, artıq bu bilgilərlə haqq sənə də çatmış oldu. Sən də şahid oldun ki, Allahın vədi bax bu günün aydınlığı kimi bir həqiqətdir. Elə isə sən də İslam'a daxil ol ki, özünü xilas edəsən.